Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Kükürt bakteriyası qırmızı bakteriyadır. Venn diaqramına əsasən biz bunu tapacağıq. Hemotrofdurlar. Hemotrof hansına aiddir? Bilirik ki, hemotrof qidalınan kükürt bakteriyasıdır. Ona görə də birincinə aiddir. Xlorofilə malikdir. Xlorofilə malik bilirik ki, ikinci, yəni qırmızı bakteriyaya aiddir. Ətraf mühitə oksigen ifraz etmir. Oksigen ifraz etmir, yəni kükürt bakteriyası da, qırmızı bakteriya da. Kükürt bakteriyası kimyəvi rabitə enerjisi hesabına üzvü maddə, qırmızı bakteri fotosintez edir, amma ətraf mühitə oksigen ifraz etmirlər. Yəni oksigen yaratmırlar. 3 ortaq xüsusiyyətdir. Dördüncü, kimyəvi rabitə enerjisini istifadə edir. Təbii ki, kükürt bakteriyası 4 aid olacaq birincisine. Sonra güneş enerjisini istifadə edən təbii ki, fotosintez edən qırmızı bakteriyamızdır. İlk dəfə qırmızı və yaşıl bakteriyalar, amma mühit oksigen ayırmayıblar. Sonra qaldı 6-cı qılafının xarici hissəsi hüceyrə divarına əmələ gətirib. Hər ikisinə aid xüsusiyyətdir. Bilirik ki, bakteriyalarda, göbələklərdə və bitkilərdə xarici qılaf hüceyrə divarı adlanır. Bitki bakteriyada selluloza mənşəlidir. Qılaf göbələkdə xitin mənşəli olacaqdır. Düzgün cavab, deməli, birinci 1-4, birinci 1-4 buradadır. İkincisi 2-5, 2-5 artıq buradadır, gördük. Üçüncüsünü isə 3-6 olaraq olacaq. Düzgün cavab qeyd olundu.